Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə kurikulum təlimçisi Rəhman Polad. Mövzumuz Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsidir. Bu nəzəriyyə nədən ibarətdir? Jean Piaget kimdir? Mahiyyəti nədən ibarətdir bu nəzəriyyələrin? Dərsimiz boyunca bu məsələlərə aydınlıq gətirəcəyik. Lakin Jean Piaget'ə və onun zehni inkişafın mərhələləri nəzəriyyəsinə keçməzdən əvvəl bir yanaşma barədə mövqe bildirmək istəyirəm. Deməli, əziz hörmətli müəllimlər, biz bəzən şahidi oluruq ki, uşaqlara hər hansı bir informasiyanı verməyə çalışanda, nəyisə öyrətməyə çalışanda, nəyinsə açıqlamasını izah etdiyimiz zaman onlar bəzən bunu başa düşmürlər. Yəni, dərk eləmirlər, anlamırlar və yaxud öyrənmirlər. Biz onlara nə qədər izah verməyə çalışsaq da bunun öhdəsindən gələ bilmirlər, həmin tapşırığı edə bilmirlər. Və biz bəzən düşünürük ki, bizə təəccüblü gəlir, qəribə gəlir ki, bu nə ilə əlaqədar ola bilər? Axı biz bunlara dəfələrlə izahlar veririk, lakin biz istədiyimizə nail ola bilmirik. Bu, onunla bağlı olur ki, həmin şagird, həmin uşaq zehni inkişafın həmin mərhələsində, onu dərk edə biləcək olan mərhələdə deyil. Daha sonraki etaplarda, daha sonraki yaş dövrlərində bu məlumatı dərk edəcək. Və bu minvalla Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə əlaqədar dərslərimizə başlamış hesab olundu. Jean Piaget kim idi və o nədən bəhs edirdi? Piaget İsveçrəli psixoloqdur. O yüzlərlə məqaləsi, 60-dan çox kitabı var. Lakin onu dünyaca məşhurlaşdıran əsəri zehni inkişafın mərhələləri nəzəriyyəsi hesab olunur. Bu nəzəriyyənin başlanğıcını o hardan aldı, necə bir nəzəriyyəni ortaya çıxardı? Deməli, Piaget Alfred Binet'in 20-ci əsrin 20-ci illərində, yəni 1920-ci illərdə İngiliscə olan zəka testlərini fransız versiyasına hazırlayırdı. Və həmin versiyaları hazırlayıb uşaqlara təqdim etdikləri zaman, şagirdlərə təqdim etdikləri zaman Piaget müşahidə edirdi ki, görürdü ki, eyni kateqoriyadan olan uşaqlar, şagirdlər eyni tipli cavablara eyni yanlış cavablar verirlər. Bu nə ilə bağlı ola bilər? Yəni, məsələn, tutaq ki, 7-ci sinif şagirdləri, məsələn, tutaq ki, onların 13 yaşları var, 11 yaşdan yuxarıdır. Və yaxud da ki, ola bilər ki, 8 yaşlı bir şagird olsun. Həmin şagirdlər, 8 yaşlı şagirdlər, böyük əksəriyyəti, həmin cavablara yanlış cavablar verilir. Yəni, bir suala əgər şagirdlərdən bir neçəsi yanlış cavab verir və böyük əksəriyyəti yanlış cavab verir. Yəni, eyni tipli suallara əksəriyyəti eyni yanlış cavablar verir. Və bunun üzərində düşünməyə başladı. Və müşahidə etdi ki, Piaget 8 yaşındakı şagirdlər, uşaqlar həmin suallara səhv cavablar verirlər. Amma halbuki 12 yaşındakı şagirdlər, uşaqlar onlara doğru cavab verir və əksəriyyəti, çox böyük əksəriyyət doğru cavablar verir. Və Piaget düşündür ki, böyüklərlə uşaqlar arasında düşünməklə bağlı, təhlil etməklə bağlı, nəticə çıxarmaqla bağlı müəyyən fərqlər var. Yəni, biz böyüklər kimi düşünmür uşaqlar. Ona görə də bizlər onların inkişafını təmin etməkdən ötürü onların nöqteyi nəzərindən fikirləşməliyik. Hadisələri onların nöqteyi nəzərindən düşünməliyik. Və Piaget burada deyir ki, informasiyanı, məlumatı, hər hansı bir məsələni öyrənməklə bağlı uşaqlar passiv iştirakçı deyil. Əksinə, onlar aktivdirlər. Onlar məlumatı araşdırırlar, tədqiq edirlər, kəşf edirlər və təcrübələri nəticəsində öyrənirlər. Və onlar öyrəndikləri məsələlərlə bağlı onlarda inkişaf baş verir. Deməli, Piaget nə deyir? Piaget deyir ki, zehni inkişaf baş verir və inkişaf baş verir. Yəni, müəyyən bir mərhələ baş verir, müəyyən bir yaş, müəyyən bir mərhələ keçid olunur, daha sonrası inkişaf baş verir, öyrənmək mümkün olur. Həmin mərhələni keçmədən öyrənmək mümkün deyil. Bizim həyatımızda da bu məsələlər olur. Məsələn, biz insanlar da tutaq ki, əgər mənim 30 yaşım varsa, mən fikirləşirəm ki, 5 il bundan qabaq deyirik də, bəzən varıl dildə desək, belə deyirik. Deyirik ki, o vaxtları ağılsız olmuşuq. Məsələn, deyirik ki, o vaxt bilsəydi, indiki yaşımda bunu etməzdim, deyirik. Məsələn, insanlar deyirlər ki, 30 yaşı var, deyir ki, kaş ki, 25 yaşımda 30 yaşımdakı ağlım olardı. Bu hərəkətə yol verməzdim. Bu addımı atmazdım, daha fərqli addım atardım. Və yaxud da ki, 20 yaşımda bu hərəkət etməzdim. Daha fərqli düşünərdim. Niyə?
Ona görə ki, müəyyən təcrübələr əldə edib, artıq kognitiv inkişaf tamamilə fərqli məcrada inkişaf edib və təcrübə toplayıb və ondan nəticə çıxarıb. Deməli, uşaqlarda ən erkən yaşlardan bu vaxta qədər yaş, mərhələ, zehni inkişaf, öyrənmək, təcrübə və nəyisə, deməli, mənimsəmə prosesi baş verir. Yəni, bir sözlə, Piaget deyir ki, kiməsə, yəni uşaqlara, şagirdlərə nəyisə məcbur öyrədə bilməzsən. Onlar sadəcə olaraq bunları öyrənməyə hazır olduqları zaman öyrənə bilərlər. Yəni, müəyyən bir dövr olmalıdır, müəyyən bir mərhələ var. O mərhələni keçmədən nəsə bir şeylər qavramaq mümkün deyil. O mərhələdə şagird kəşf edir, araşdırır, öyrənir. Təbii ki, burada valideyn olsun, müəllim olsun, onlara sadəcə olaraq buna şərait yaratmalıdır. Yəni, uşağın, şagirdin müstəqil öyrənə bilməsi, kəşf etməsi üçün şərait yaratmalıdır. Resurslar olmalıdır ki, həmin o şərait alınsın. Yəni, qısa desək, Piagetin nəzəriyyəsi buna əsaslanır. Yəni, nədir? Deyir, mənə balığı hazır vermə, balıq tutmağı məşq elətdir. Balıq tutmağın yollarını göstər. Yəni, Piagetin nəzəriyyəsi də buna əsaslanır. Uşaq özü öyrənəcək, zehni inkişafı irəli gedəcək, bir mərhələ baş verməlidir ki, o öyrənsin, digər mərhələdə daha fərqli addımlar atacaq. Lakin buna müstəqil şərait yaratmaq lazımdır. Və bu minvalla Piaget zehni inkişafın mərhələlərini bir neçə yerə bölübdür. Hansı yerlərə bölünübdür? Hissi hərəki mərhələyə bölüb, ilkin əməli mərhələyə, konkret əməliyyatlar mərhələsindən və formal əməliyyatlar mərhələsindən bölüb. Və sizlərə qarşınıza çıxacaq olan testlərdə bu adətən ən çox bu mərhələlərlə bağlı olacaq. Məsələn, hər hansı bir situasiya veriləcək sizlərə və həmin situasiya ilə bağlı qeyd olunacaq ki, bu hansı mərhələni tutaq ki, burada əks olunub. Məsələn, tutaq ki, hər hansı bir situasiya canlanır, siz onu götürəcəksiniz ki, hissi hərəki mərhələyə aiddir, ilkin əməli mərhələyə aiddir, konkret əməli yoxsa formal əməli. Buna görə də sizlər bunların mahiyyətini və açar məqamlarını öyrənməlisiniz, bilməlisiniz. Keçid edirik birinci mərhələyə, hissi hərəki mərhələ. 0-2 yaş arasını əhatə edir, buna sensomotor mərhələdə deyilir. Adından göründüyü kimi, hissi hərəki mərhələ. Yəni, hadisələr, əşyalar, dünya, lap uşağın özünün özünü kəşf etməsi belə hisslərlə, reflekslərlə baş verir. Yəni, burada məntiq elementləri yoxdur. Yəni, burada hər hansı bir düşünmə məsələsindən söhbət getmir. Burada hisslər, reflekslərlə, hərəki addımlarla qavranılır. Dünyalar, deməli, dünyanı tədqiq etməyə çalışır, ətraf aləmi tədqiq etməyə çalışır. Məsələn, uşaq əşyalara toxunur, manipulyasiya edir, baxır, izləyir, necə deyərlər, təcrübələr aparır. Yəni, hərəki təcrübələr aparır ki, tədqiq etsin, öyrətsin. 0-2 yaş arasında olan uşaq nədən ibarət? Necə addımlar atacaq? Hansı addımlardan söhbət gedə bilər burada? Sadəcə hissləri ilə və refleksləri ilə hərəkət edəcəkdir. Və bu məsələ ilə bağlı müəyyən açar məqamlarımız mövcuddur. Hansı açar məqamlardır? Baxın, burada qeyd etmişəm, hörmətli müəllimlər, təhlükəsizlik məsələsi. Nədən ibarətdir bu təhlükəsizlik məsələsi? Yəni, bu dövrdə biz deyirik ki, hissi hərəki mərhələdə uşaqlar toxunurlar, əşyalara toxunurlar və yaxud da ki, hər hansı məsələlərə dair düşüncəsi formalaşmayıb deyə əl atırlar və s. Məsələn, tutaq ki, ev qızdıran ola bilər, məsələn, tutaq ki, istili sistemi ola bilər, isti ola bilər, peç ola bilər, əlin vura bilər, əli yana bilər və s. Tutaq ki, zərərli hər hansı bir məsələ ola bilər, buna yaxın gedə bilər. Bu məsələdə valideynlər diqqətli olmalıdırlar. Yəni, onların təhlükəsizliyini təmin etməlidirlər. Yəni, bu mərhələdə uşaqlar ətraf aləmi tədqiq edib, kəşf etmək istəyirlər. Çünki şuurlu düşüncə yoxdur burada. Ona görə də təhlükəsizlik məsələsinə diqqət etmək lazımdır. Əgər təhlükəsizlik məsələsi qeyd olunubsa, bu hissi hərəki mərhələ ilə bağlı hesab olunacaq. Daha sonra burada qeyd edirik əşya davamlılığı. Əşya davamlılığı nədən ibarətdir? Uşaq 7-8 ayına qədər uşaqda əşya davamlılığı olmur. Yəni, 7-8 aylığında olan bir uşağa, 7-8 ayına qədər olan bir uşağa hər hansı bir əşya ver, daha sonra o əşyanı geri al. Gizlət. Bunu səndən tələb etməyəcək, bunu istəməyəcək. Niyə görə? Çünki onda əşya davamlılığı hələ yaranmayıb.
Amma sən 7-8 aylığından sonraki uşağa, yaş yarım olan bir uşağa hər hansı bir əşyanı ver, o alıb baxsın, oynatsın bunu. Ondan sonra görün, onu əlindən alandan sonra o fəryad qoparırmı? Bunu geri tələb edirmi? İstəyirmi? Başlayırmı ağlayıb qışqırmağa? Çünki nəyə görə? Onda artıq əşya davamlılığı yarandı. Və əşya davamlılığının yaranması bu məsələlərlə bağlı olur ki, artıq insanlarla da bağlı əşya kimliyi ortaya çıxır. Artıq insanlara da öyrəşməyə başlayır. Məsələn, ailə üzvləri ilə bağlı öyrəşir, valideyni öyrəşir, atasına, anasına, nənəsinə, babasına artıq öyrəşir. Və onlar yanında olmadığı zaman narahatlıq keçirir, məyus olur. Və beləliklə ayrılıq təşvişi yaranır artıq uşaqlarda. Və bu zaman valideynlər deməli uşaqların yanında olmalıdırlar. Uşaqların yanında olmadığı zaman onlar öz valideynlərinə oxşar insanların yanına tərəf meyl edirlər və yaxud gözləri gəzir, belə deyək. Bu ayrılıq təşviqi ilə bağlı olan məsələ hesab olunacaq. Hissi hərəkət mərhələdə digər məqamsı ondan ibarətdir ki, dilin əsası qoyulur. Bu mərhələ, düzdür, dilin əsaslı inkişafından söhbət gedərkən biz ilkin əməliyyatlar mərhələsi və yaxud əməliyyatlar öncəsi mərhələdən danışacaq. Amma dilin əsasının qoyulması hissi hərəkət mərhələ ilə ibarət hesab olunacaq. Ümumilikdə hissi hərəkət mərhələlərdən ibarət oldu. Ətraf aləmi hissləri ilə, refleksləri ilə anlamağa çalışır, başa düşməyə çalışır, dilin əsası qoyulur, əşya davamlılığı, əşya kimliyi yaranır, ayrılıq təşvişi bu həmin mərhələdə olan problemlə bağlı məsələ hesab olunur və təhlükəsizliyin nəzarətdə olması məsələsi həmin bu hissi hərəkət mərhələ ilə bağlı hesab olunacaq. Daha sonraki mərhələmiz ilkin əməli mərhələ və yaxud əməliyyatlar öncəsi mərhələ hesab olunur. 2-7 yaş arasında olan bir dövrü əhatə edilir bu mərhələ və bu mərhələdə deməli biz qeyd edirik dilin inkişafı. Deyirik ki, dilin əsası qoyulubda hissi hərəkət mərhələdə. Lakin dilin inkişafından söhbət gedirsə, bu ilkin əməli mərhələdə baş verən proseslə əlaqədar hesab olunacaq. Yəni söz balansı, söz ehtiyatları artır, nitqin əsaslı inkişafı baş verir bu dövrdə ki, deməli dil də inkişaf edir. Və bu dövrdə həm məktəbə qədər ki, dövr hesab olunsun, uşaqlar ən çox rollu oyunlar xoşlayırlar, rollu oyunlar sevirlər. Müəllimlər də daha çox diqqət etməlidirlər ki, bu yaş dövründə olan uşaqlara daha çox rollu oyunları mənimsətsinlər. Rollu oyunlarda uşaq öyrənir, kəşf edir oyunlar vasitəsilə. Məsələn, tutaq ki, qazan qapağını rol kimi nəzərdə tutur və ya oyuncağını maşın kimi nəzərdə tutur və s. Yəni, bu kimi məsələlərlə rollu oyunlar onları inkişaf etdirir. Bu dönəmin səciyyəvi xüsusiyyəti hesab olunacaq. Və bir də ki, burada qeyd etmişim, animizm. Nədən ibarətdir bu animizm? Biz deməli deyirik ki, həmin bu mərhələdə, yəni ilkin əməli mərhələdə uşaqlar canlı və cansızları fərqləndirməyi bacarmırlar. Yəni, məsələn, tutaq ki, onun hər hansı bir oyuncağı, maşını qırılıb hər hansı bir hissəsi, uşaq başlayır ağlamağa, fəryad qoparmağa ki, maşınımın tutaq ki, qolu qırılıb, ayağı qırılıb və s. İndi o əzab çəkir, əziyyət çəkir, onu xəstəxanaya aparmaq lazımdır. Yəni, canlı ilə cansızın fərqləndirə bilməməsi məsələsi animizm hesab olunacaq ki, bu da ilkin əməli mərhələnin xüsusiyyəti hesab olunur. Və bu dövrdə qeyd edilir ki, egosentrizm məsələsi var. Nədir bu egosentrizm? Adından da məlum olduğu kimi ego. Baxın, egosentrizm. Yəni, mən mərkəzli düşünmə. Şagird hər hansı bir problem çıxır, özü ilə əlaqələndirir. Nə hadisəsi olur, özü ilə əlaqələndirir. Məsələn, tutaq ki, kimsə fişəng partladır, şagird fikirləşir ki, mənim ad günüm oldu, ona görə kimsə fişəng partladır. Və yaxud da ki, valideynləri mübahisə edir, uşaq düşünür ki, mən də əlaqədardır, ona görə də valideynləri mübahisə edirlər. Yəni, hər hansı bir məsələ, hər hansı bir problem çıxdığı zaman, nəsə bir addım olduğu zaman mən mərkəzdə düşünür və bu da egosentrizm hesab olunmaqdadır. Əsas mahiyyət bundan ibarətdir. Qeyd edirik burada qruplaşdırmaqla bağlı çətinlik. Nədir bu qruplaşdırmaqla bağlı olan çətinlik? Deməli, uşaq bu dövrdə tutaq ki, hər hansı bir markaları və yaxud da ki, bir-birindən fərqləndirə bilmir. Maşındır. Maşının müxtəlif növləri var, müxtəlif markaları var. Nissan, Prado, Niva və s. Amma uşaq bütün avtomobilləri hamısını görür və hamısını maşın adlandırır. Hamısına maşın gözü ilə baxır. Yəni, onları tək-tək qruplaşdırmağı bacarmır.
Bu dövrün, yəni ilkin əməli mərhələnin səciyyəvi xüsusiyyətlərindən birisi hesab olunacaq. Və tutaq ki, itlərin müəyyən növləri var, bunu fərqləndirməyə bacarmır. Bütün itlərin hamısını eyni formada qeyd edir, itdir. Deməli, qruplaşdırmaqla bağlı çətinlik çəkir bu ilkin əməli mərhələdə. Yəni, sizlərə situasiya xarakterli testlər düşdüyü zaman bu məsələlərə diqqətli olmalısınız. Daha sonra qeyd edir ki, bunu çoxlu yanlış ümumiləşdirmələr aparır. Nədir bu çoxlu yanlış ümumiləşdirmələrin aparılması məsələsi? Məsələn, avtobusda gedir və görür ki, yaşlı bir adam əyləşir. Və o qeyd edir ki, bütün yaşlı adamlar hamısı avtobuslarda, nəqliyyatda, marşrutda əyləşmiş vəziyyətdə olur. Ona nə qədər izah eləsən də ki, bu belə deyil. Yəni, yaşlı adam ayaq üstə də dura bilər və yaxud da ki, ayaq üstə duranlar da olur. O bunu qəbul etməyəcək, deyəcək, yox. Bütün yaşlı adamlar hamısı əyləşirlər. Ta ki, özü bu təcrübədən keçirənə qədər, ta ki, özü nə vaxtsa avtobusda, marşrutda, metroda görsə ki, yaşlı bir adam artıq ayaq üstündədir, deyəcək, hə, deməli, həm əyləşə bilərmiş, həm də ayaq üstə dura bilərmiş. Yəni, bu dövrdə hər hansı bir məsələlərdə müəyyən bir proqnozda, hər hansı bir məsələdə ümumi nəticəyə gəlir, yanlış nəticəyə gəlir və düşünür ki, ümumiyyətlə, hamısı belədir. Yəni, məsələn, tutaq ki, ağacın birində bir almanın çürüyü olduğunu görür və deyir ki, ağazdakı bütün almalar hamısı çürüyüdür. Baxın, deməli, hətta bu nə ilə əlaqədar hesab olunur bəzən də, deyir, həddindən artıq ümumiləşdirmə məntiq xətası var idi. Deməli, çoxlu yanlış ümumiləşdirmələr aparılır həmin bu mərhələdə, ilkin əməli mərhələdə. Daha sonra, deməli, çubuqla saymalar, barmaqdan istifadə edərək saymaq məsələsi həmin bu ilkin əməli mərhələdədir. Bununla bağlı situasiya testi ilə qarşınıza çıxsa, deməli, ilkin əməli və yaxud əməliyyatlar öncəsi mərhələyə bunu aid edə biləcək. Yəni, bu dövrdə əsas xüsusiyyətlər bunlardan ibarət hesab olunur. Məsələn, tutaq ki, bu dövrdə hər hansısa bir məsələn, tutaq ki, 1 kiloqram pambıq və 1 kiloqram dəmir götürsəniz və desəniz ki, məsələn, hansı daha ağırdır, yəni 1 kiloqram dəmir daha ağırdır desəniz və yaxud 1 kiloqram pambıq daha ağırdır, o böyük ehtimalla deyəcək ki, 1 kiloqram dəmir daha ağırdır. Belə məsələn, yanlış qeydlər edəcək. Və yaxud da ki, hər hansı bir su ilə bağlı təcrübə misalı var Jean Piaget'nin. Suyu götürür, deməli, iki eyni formatda olan qaba tökür və uşağa göstərir. Uşaq deyir ki, bəli, bunlar hər ikisi eyni səviyyədə, bərabər səviyyədədir. Daha sonra birini isə uzun formalı bir qaba tökür, həmin suyu, eyni olan suyu. Birini isə daha enli formada olan qaba tökür və deyir ki, indi deyir, hansı daha çoxdur, o uzun qabda olanı daha çox götürür. Yəni, bu mərhələdə olan uşaq fikirləşir ki, daha hündür olan adam daha yaşlı bir adamdır. Yəni, bu kimi yanlışlıqlara yol verir, yanlış deməli, təcrübələr əldə edir həmin bu ilkin əməli mərhələdə olan şagirdlər. Daha sonra biz keçirik burada konkret əməli mərhələ, yəni 7-11 yaş arasında olan mərhələ. Burada qeyd edirik ki, əməliyyatlar öncəsi mərhələdə, yəni ilkin əməli mərhələdə qazandığı bütün yanlış təcrübələr, yanlış düşüncələr hamısı aradan qalxır. Yəni, su misalı aradan qalxır və yaxud qəpik misalı aradan qalxır, avtobus məsələsi aradan qalxır. Artıq elə məntiq xətalarına yol vermir bu dövrdə uşaq. Artıq burada daha məntiqli düşünür, konkret hadisələr barədə düşünür. Burada konkret hadisələrdən söhbət gedir, faktlarda sübut olunmuş hadisələrlə bağlı söhbət gedir. Bu həmin mərhələdə. Yəni, burada daha az egosentrizm məsələsi var. Yəni, burada uşaq artıq bilir ki, bəli, hər bir şey onunla bağlı deyil. Yəni, fərqli hadisələr baş verə bilər və fərqli məsələlərlə bağlı, fərqli mülahizələrlə bağlı, təzahürlərlə bağlı baş verə bilər. Ona görə də yəni, sadəcə özü nöqteyi nəzərdən fikirləşmir. Artıq burada qruplaşdıra bilir, bacarır. Yəni, məsələn, burada bilir ki, hər hansı bir əşyanı sadəcə rənginə görə deyil, başqa xüsusiyyətlərinə görə də bölmək olar. Və yaxud da maşınların başqa növləri var, başqa markaları var, itlərin müxtəlif növləri var. Artıq bunu qruplaşdırmağı bacarır. Və konkret əməli mərhələdə olan deməli, xüsusiyyətlərdən ən əsası induksiya məsələsidir. Nədir bu induksiya? Induksiya xüsusi addımlardan ümumi qanuna doğru getmək məsələsidir.
Yəni proseslər baş verir, onların hamısını izləyir, təbiətdə tutaq ki, falan hadisələr baş verir və onu ümumiləşdirməyi bacarır. Yəni xüsusidən ümumiyə getmək bu hesab olunur induksiya. Bir də ki var deduksiya, indi formal əməliyyatlar mərhələsində onunla bağlı danışacağıq. Məsələn, tutaq ki, riyaziyyatda hər hansı bir düstur var. O düstur deduktiv məntiqə əsaslanır. Yəni düstur var. Düstura dair misallar var. Müxtəlif misallar var. 5 misal var, 10 misal var. Bu adlanır deduksiya. Yəni birinci şərt, qanun, maddə, ümumi prinsip gözlənilir. Daha sonra ona dair xırda məsələlər, xüsusi məsələlər sadalanırsa bu deduksiyadır. Lakin induksiya odur ki, məsələn, misallar qeyd olunur. Məsələn, tutaq ki, məsələn, baxın, belə bir misal çəkəcəm induksiya ilə bağlı. Tutaq ki, məsələn, 1 plus 3 bərabərdir 4. Və yaxud da ki, 3 plus 1 bərabərdir 4. Yəni, ümumi olaraq nədir burada? Toplananların yerini dəyişsək, cəm dəyişmir. Xüsusi olaraq, məsələn, bir neçə misalla qeyd etmək olar. 4 plus 3 bərabərdir 7, 3 plus 4 bərabərdir 7. Belə misallarla, xüsusi məsələlərlə ümumi prinsipə doğru gedirik. Ümumi prinsipimiz nədir? Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Və belə olduğu zaman bu induksiyadır və konkret əməliyyatlar mərhələsinin açar məqamıdır bu. Bu mərhələdə baş verir bu prizma. Daha sonra artıq barmaqla hesablamaq əvəzinə beyində hesablama prosesi baş verir. Bu da konkret əməliyyatlar mərhələsinin xüsusiyyətidir. Deməli, biz konkret əməliyyatlar mərhələsində nə qeyd etdik? Qeyd edirik ki, ilkin əməliyyatlar mərhələsində baş verən bütün proseslər aradan qalxır. O yanlış ümumiləşdirmələr idi, egosentrizm idi, animizm idi, sonra çoxlu yanlış ümumiləşdirmələrdir, barmaqla sayma idi. Bunlar hamısı aradan qalxır. Artıq doğru yanaşmalar ortaya çıxır. Və induksiya xüsusilikdən ümumiyə doğru gediş baş verir. Qruplaşdırmağı bacarır, rənginə görə, formasına görə bu proses baş verir. Artıq mən mərkəzli düşünmür, düşünür ki, fərqli hadisələr baş verə bilər, mənimlə əlaqədar olmaya bilər. Belə məsələlərə yanaşır, amma burada məntiq nəyə əsaslanır? Konkret hadisələrə, faktlara əsaslanır. Yəni, mövcud hadisələrlə bağlı konkret təhlillər aparır, konkret məntiqi mühakimə yürütməyi bacarır. Lakin, gələcəklə bağlı, hər hansı bir mücərrəd məsələ ilə bağlı, hipotetik yanaşmaqla, fərziyyə ilə bağlı hələ ki, düşüncə formalaşmayıbdır. Buna isə formal əməliyyatlar mərhələsində rast gəlir. Formal əməliyyatlar mərhələsi 12 yaşdan yuxarını əhatə edir. Buranın açar məqamları abstrakt düşüncədir, provokativ suallardır, debat, müzakirə, məntiqi düşüncə, daha sonra deduksiya. Bunlar hamısı nədən ibarətdir? Loru dildə desək, qayğı, mərhəmət, sevgi, dostluq, nəcib keyfiyyətlər, cəmiyyətlə məsələn daha mənəvi və səmimi münasibətlər artıq bu mərhələnin açar məqamlarıdır. Yəni, bu mərhələdə olan insanlar, formal əməli mərhələdə olan insanlar müəyyən mücərrəd suallara cavablar verməyə çalışırlar. Məsələn, qızıl olmasaydı nə olardı? Və yaxud pul, məsələn, valyuta olmasaydı nə proses baş verərdi? Neft olmasaydı nə olardı? Və yaxud da ki, 50 ildən sonra hər hansı bir dəyişiklik, yerin orbitində bir dəyişiklik baş versə, buna hansı addım atmaq olar? Buna hansı bir qabaqlayıcı önləm görmək olar? Və s. bu kimi abstrakt, fəlsəfi, mücərrəd, provokativ xarakterli suallar vermək olar. Yəni, bu suallar artıq bu müzakirələr formal əməliyyatlar mərhələsinin xüsusiyyətləri hesab olunur. Yəni, debatlar təşkil olunur bununla bağlı ki, siz məsələn, tutaq ki, açıq suallarla bağlı, siz bu barədə nə gözləyirsiniz, hansı proqnoz verə bilərsiniz və müəyyən bir açıqlamalar hesab oluna bilər. Və bunun əsas cəhəti nədən ibarətdir bu mərhələdə? Formal əməliyyatlar mərhələsində. Artıq burada deyilir ki, deduksiya var. Deduksiya nə idi? Deduksiya, tutaq ki, ümumi bir prinsipdir. Ümumi prinsiplər, ümumi bir qaydalardan xüsusiyə doğru getmək.
Məsələn, riyaziyyatda var ki, sinus kvadrat alfa plus kosinus kvadrat alfa bərabərdir 1. Bu ümumi qaydadır, ümumi bir yanaşmadır. Deduksiya məsələsi ilə bağlı. Və həmin o ümumi yanaşmadan xüsusiyə doğru getmək, yəni müxtəlif misallarla bunu göstərmək. Bu artıq formal əməliyyatlar mərhələsinin səciyyəvi xüsusiyyətləri hesab olunur. Görürsünüz, hörmətli müəllimlər, hər bir mərhələnin öz müəyyən xüsusiyyətləri var, öz dövrləri var. İlkin əməli mərhələdə olan bir uşaq konkret əməli mərhələdə başqa cür düşünür. Konkret əməli mərhələdə olan bir uşaq formal əməli mərhələdə bir başqa cür düşünür. Jean Piaget'də bəs nə deyirdi? Jean Piaget'də deyirdi ki, zehni inkişaf mərhələləri nəzəriyyəsində deyirdi ki, insanlara, uşaqlara nəyisə öyrədə bilmərik. Sadəcə olaraq onların düşünmələri üçün, onların kəşf etmələri üçün biz resurslarla təmin etməliyik. Biz bu barədə şərait yaratmalıyıq. O özü kəşf edəcək, özü təcrübədən, sınaqdan keçirdəcək, səhv edəcək, düz edəcək, sonra düz edəcək. Yəni, neçə dəfələrlə səhvə yol verəcək, sonradan doğrunu tapacaq. Bu barədə nə deyirdi Sigmund Freud? Freud deyirdi ki, çelişkilərimiz bizim ümidlərimizdir. Yəni, hər hansı məsələdə səhv edə doğrunu tapacaq. Yəni, İnsan səhv edə gerçəyin fərqinə varır. Yəni, mərhələlər ümumilikdə bunlardan ibarətdir ki, Jean Piaget zehni inkişafın mərhələləri nəzəriyyəsində də əsas bunun qeydidir ki, birinci, ilk növbədə zehni inkişaf baş verir, müəyyən bir mərhələdə müəyyən bir kognitiv fəaliyyət baş verir, kognitiv bir inkişaf baş verir və bunun nəticəsində öyrənmə olur. Yəni, əvvəlcə öyrənmək və sonra inkişaf olmur. Birinci, zehni inkişaf olur. Və Piaget'in nəzəriyyəsində əsas tövsiyələr nədən ibarətdir? O, bu məsələlərdən ibarətdir ki, şagirdlərə, uşaqlara hər hansı bir məlumatı hazır vermək olmaz. Onların bu barədə araşdırma etməsinə sövq etmək lazımdır, kəşf etməsinə şərait yaratmaq lazımdır. Onlar icazə vermək lazımdır ki, özləri bu barədə araşdırmalar etsinlər. Ümumilikdə zehni inkişafın mərhələləri nəzəriyyəsi bunlarla bağlı olan məsələ hesab olunacaq. Bu qeyd olunan məsələlərlə əlaqədardır. Ümid edirəm ki, sizlərin hər biriniz üçün səmərəli oldu. Hər biriniz müəyyən qeydlər götürdünüz, özünüz üçün açar məqamlarla bağlı qeyd etdiniz və sizlərdə bu həmin mövzu ilə bağlı situasiya testləri düşdüyü zaman bu məsələləri daha dərindən qavramış olsanız, həmin testlərdə əziyyət çəkməyəcəksiniz. Hər birinizə uğurlar. Sağ olun, salamat qalın.